Salam, kanalıma xoş gəldiniz. Bugün sizlərlə ucuz, az ərzaqla hazırlaya biləcəyimiz, mağazalardan çox baha aldığımız 33%lik qaymağın hazırlanmasını paylaşıram. Qazançanın içərisinə 200 qram çərək yağı töküb, üzərinə 200 ml süd töküb, ocağın üzərində yağ əriyənə qədər qarışdırıram. Süd qaynamamalıdır, sadəcə çərək yağı əriyib, süd isindikdən sonra ocağın üzərindən götürürəm. Qarışdırmaq daha rahat olsun deyə dərin bir qabın içərisinə töküb, blenderlə 2 dəqiqəyə qədər qarışdırıram. Əgər blenderiniz yoxdursa, mikserlə də edə bilərsiniz. Üzerini salfetlə örtüb bir kənarda soymağını gözləyirəm. Soyduqdan sonra bir daha blenderlə 2 dəqiqəyə qədər qarışdırıram. Görürsünüz, soyduqca artıq qatılaşmağa başlayır. Üzerini salfetlə örtürəm, bir gecə soyuducuda gözlədirəm. Sərsəcini soyuducudan götürüb dərin bir qabın içərisinə boşaldıram. Görürsünüz nə qədər qatılaşdığını. Sonra isə mikserlə qarışdırıram, krem halına gətirirəm. Çox qarışdırmağa ehtiyac yoxdur, təxminən 1-2 dəqiqəyə artıq qatılaşır. Əgər ehtiyac olduqdan daha çox qarışdırsanız, o zaman yağa çevrilə bilər. Bizə bu lazım deyil, bizə lazımdır ki, çox gözəl hamar krem alınsın. Belə bir qatılıqda olduqdan sonra dayandırırıq mikseri. Baxın, görürsünüz, çox yaxşı qatılaşıb. İçərisinə zövqə görə şəkər pudrası əlavə edirəm. Əgər istəsəniz qatılaşdırılmış süd də əlavə edə bilərsiniz. Çox azıcıq daha mikserlə qarışdırıram və budur artıq krem. Mağazalardan aldığımız qaymaqlardan heç fərqi olmayacaq. Hətta tərkibində nə olduğunu bildiyimiz çox dadlı qaymaqlı kremimiz artıq hazırdır. Sizə göstərmək üçün krem torbasına töküb ulduz başlığı ilə 1-2 naxış vurdum ki, görəsiniz naxışlarda necə görsənir bu krem. Bu kremi bir çox tortlarınızda, pirojnalarınızda rahatlıqla istifadə edə bilərsiniz. Mənim fikrimcə əsasən meyvəli tortlara çox yaraşır bu krem. Həm ucuz, həm az ərzaqla, həm də tez bir zamanda hazırlanan, gördüyünüz kimi formasını çox yaxşı qoruyan kremimiz artıq hazırdır. Belə bugünlük də məndən bu qədər olsun dəyərli izləyicilər. Videomu bəyəndinizsə əməyə hörmət olaraq like edərək, dostlarınızla paylaşaraq dəstək ola bilərsiniz mənə. Yeni video reseptlərdən anında xəbərdar olmaq üçün kanalıma abunə olmağı unutmayın. Gələcək videolarda görüşmək üzrə inşallah. Allah'a əmanət qalın.